Salamlar, əziz və dəyərli MHM izləyiciləri, əziz 11-ci siniflər. Söz verdiyim kimi esse 3 ilə qarşınızdayım. Bugünkü sualımız dənizlər insanlar üçün niyə vacibdir? Fikrimizi in my opinionla başlayırıq və deyirik ki, dənizlər insanlar üçün vacibdir. Və daha sonra isə həmin fikri əsaslandıran cümlələr veririk. Dənizlər bizə qida və milyonlarla insanı işlə təmin edir. Həmçinin dənizlər they support travel, trade and tourism around the world. Dənizlər dünyada ticarəti, səyahəti və turizmi dəstəkləyir. Sonda isə fikrimizi qüvvətlendiririk. So let's protect our seas for the future. Gələcək nəsillər üçün gəlin dənizləri qoruyaq. Və bugünkü sinonimlərimiz hansı ki iki sözü dəyiş tipli sual cümləsində important vacib sözünü crucial necessary sözləri ilə əvəzləşdirə bilərsiniz. Help kömək etmək sözünün sinonimləri assist, support kömək etmək, dəstəkləmək. Give vermək sözünün sinonimi contribute, donate. Bunlar bu sözlər sinonim gedə bilər. For the future gələcəkdə sözünün sinonimini for the years ahead ilə verə bilərsiniz. Climate iqlim sözünü weather və air sözləri ilə əvəzləşdirə bilərsiniz. Əziz və dəyərli abituriyentlər, bizi izləyin və ən son yeniliklərdən məhz bizimlə xəbərdar olun.